İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu amma ba'd. Allah Teala'nın rəhmətini ümid etmək və həmçinin rəhmətindən ümid kəsməkdən, məyus olmaqdan təhzir etmək haqqında. Yəni, insan Allahın rəhmətindən heç vaxt ümid üzməməlidir. Allah Teala qullarına qarşı mərhəmətlidir və Allah Teala'nın rəhməti qəzəbini qabaqlamışdır. Buxari Müslimdə gələn hədisdə Əbu Hüreyrə radiyallahu anhudan deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur: İnna Allaha kətəbə kitaben fəhvə indehu fəvqəl arş. Allah Teala kitab yazmış, onun yanında, ərşin üzərində, onun yanındadır. İnna rəhməti səbəqət qadabi. Mənim rəhmətim qəzəbimi qabaqlamışdır. Və Allah Teala Quranda buyurur ki, və rəhməti vəsiət kullə şey. Mənim rəhmətim hər şeyi ihtiva etmişdir, yəni əhatə etmişdir. Allah Teala qullarına qarşı rəhimlidir. Və Allah Teala istəyir ki, qulları iman gətirsin, tövhid əhli olsun. Və Allah Teala qullarına bunu əmr etmişdir. Və Allah Teala qullarından imana, yəni iman gətirməsinə razı qalır və onların küfr etməsinə, fasiqliyinə və asiliyinə isə razı qalmır, bunu xoşlamır. Və buna görə də müsəlman bilməlidir ki, Allah Teala şəfqətlidir, rəhimlidir. Lakin bir çox insanlar isə qəflətdədir və bundan üz çevirirlər. Allah Teala buyurur ki, وَحَمَلَهَا الْاِنْسَانِ اِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا. Yəni, o əmanəti insan daşıdı, insan zalim və cahildir. Yəni, insan olaraq zalim və cahildir. Yəni, insan bundan, yəni zülümdən və cəhalətdən nə ilə qurtarır? İman gətirib, əməl etməklə. Yəni, Allah Teala bəndələrinə qarşı rəhimlidir və onlar üçün rəhmət qapısını açmışdır. Və həmçinin digər bir çox qapıları açmışdır, o qapılar da Allahın rəhmətinə aparır. Və bunların içərisində, Allahın rəhmətinə aparan qapılar içərisində ən əzəmətli olan tövhiddir. Yəni, insan tövhidi gerçəkləşdirməsi və həmçinin Allaha şərik qoşmaqdan çəkinməsi Allahın rəhmətini qazandıran ən böyük səbəb sayılır. Və buna görə də insan tövhid kəlməsini və onun rükunlarını gerçəkləşdirməli. La ilahə illallah. Yəni, iki rükunu, iki dayağı vardır. La ilahə illallah. La ilahə nəfi, yəni inkar, illallah isə isbatdır. Və həmçinin bu kəlmənin gərəkdirdiyi mənaları nə tələb edir? Onu gerçəkləşdirməli. Yəni, onun tələb etdiyini yerinə yetirməli və onun çəkindirdiyindən çəkinməlidir. Və həmçinin imanın dayaqlarını qorumalı, İslamın dayaqlarını və bununla insan Allahın rəhmətinə nail olur və tövhid isə bunların içərisində ən əzəmətli, ən ucasıdır Allahın rəhmətinə nail olmaq üçün. Və buna görə də insan tövhidini qorumalı, şirkə düşməkdən həzər etməli, həm böyüyünə və həmçinin də kiçiyinə. Allah Teala buyurur ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah Teala özünə şərik qoşanı bağışlamır və bundan aşağı olan günahları isə istədiyinə bağışlayır. Yəni, insan nə qədər ki, tövhidi
gerçəkləşdirir. Allah Teala bütün günahları bağışlayır. Yəni tövhid kəlməsini, mənasını bilərək və onun gərəkdirdiyini yerinə yetirmək. Lakin bundan da bir çox insanlar tövhid kəlməsinin mənasını bilməkdən qafildirlər və həmçinin əməlləri ilə də buna müxalif, yəni zid çıxırlar. La ilahə illallah kəlməsinin mənası la mə'budə bihaqqin illallah. Yəni Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Yəni başqa ilahlar, məbudlar batildir. Yəni haqq məbud, haqq ilah ibadət olunan isə Allah Teala'dır. Buna da dəlil olaraq Allah Teala buyurur ki, Həcc surəsi 62-ci ayədə "Dəlikə bi ennallahu huvel haqq." Bu ona görədir ki, Allah Teala haqq və ennəmə yəd'un min dunihi huvel batil. Onların Allahdan qeyri ibadət etdikləri isə batildir. Və ennallaha huvel aliyyul kəbir. Və Allah Teala uca və böyükdür. Və buna görə də insan tövhid kəlməsini, birinci mənasını bilməli və sonra onu gerçəkləşdirməli və həmçinin şirkdən, böyüyündən və kiçiyindən də çəkinməli və eyni zamanda riyadan, yəni gizli şirk, riyadan da çəkinməli və eyni zamanda riya, yəni insanlara eşitdirmək, bir var göstərmək mənası ilə etmək və bir də eşitdirmək üçün əməl etmək. Hər ikisindən də insan bundan çəkinməyə çalışmalıdır. Yəni sözsüz ki, bundan çəkinmək yəni heç də asan deyildir. Yəni riyadan, yəni bəzən insan deyə bilər ki, burada nə var ki? Yəni ola bilər insan, yəni böyük şirk deyilə pirlərə getməsin, digər o bildiyi zahiri əməllərdə, yəni böyük şirkdən uzaq olsun, amma gizli şirkdən yəni çəkinmək çox çətindir, çox ağırdır. Nəyə görə çətindir? Ona görə ki, bəşər nəfsinin dərinliyində əkilən bir xəstəlik var, tərif sevgisi. Yəni insan nə qədər əməli, yəni gizli etməsinə baxmayaraq, onu gizli saxlaya bilmir və onu danışır, başqasına danışır. Yəni elə çıxır ki, yəni Allah Teala'nın onu görməsi, bilməsi, eşitməsi kifayət eləmir. Özü kimi bir məxluqdan da nəsə gözləyir. Əgər insan əməlində riya olarsa, o əməl batil olur. Yəni riya hansı əməldə olarsa, o əməli batil edir. Amma böyük şirk isə bütün əməlləri batil edir. İnsanın ömür boyu etdiyi əməllər, 70 il, 80 il, 60 il olunan əməllərin üstündən xətt çəkir. Yəni ona görə şirk o qədər təhlükəlidir. وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Artıq sənə və səndən əvvəlkilərə vəhy olundu ki, əgər Allaha şərik qoşsan, əməllərin batil olar və xüsrana düşənlərdən olarsan. Və həmçinin Allah Teala Ən'am surəsində 18 peyğəmbərin adını çəkir və sonra buyurur ki, وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Əgər onlar, yəni peyğəmbərlər Allaha şərik qoşsaydılar, onların etdiyi əməllər batil olardı. Görün onda başqası necə. Və həmçinin İbn Qayyim rahimehullah deyir ki, yəsirur riyai şirkun. Yəni riyanın azı, yüngülü şirkdir, yəni gizli şirkdir, kiçik şirkdir. Amma çox olarsa artıq münafiqlik olur. Yəni mömində də, müsəlmanda da bəzən ola bilər, gəlsin. Amma o ki qaldı insanın bütün əməllərini göstəriş üçün etməsi bu mömində ola bilməz. Əgər bütün əməlləri insan göstəriş üçün edərsə,
Yəni artıq Allah qorusun insan münafiq olur. Riya məsələsi qeyd olunduğu kimi ondan çəkinmək, ondan xilas olmaq asan deyil, çətindir. Birincisi, bu bəşər nəfsinin dərinliyində əkilən xəstəliyə görə, tərif sevgisinə görə və həmçinin niyyət məsələsinə görə. Niyyət tez-tez dəyişir və qəlb də nəyə görə qəlb adlanıb? İnnəmə summiyəl qalbu qalbən li təqallubihi və qəlb də çevrildiyinə görə qəlb adlanıb. Və Sufyan Əs-Səvr rahimehullah deyir ki, mə aləctu şeyən əşəddə aleyyə min niyyəti. Mənim müalicə etdiyim işlər içərisində ən çətini, ən ağırı niyyətim oldu. Hər dəfə düzəldirəm, çevrilir. Hər dəfə düzəldirəm, yenə başqa formada bitir. Yəni, bu onu bildirir ki, çətin olması onu bildirir ki, bizdən davamlı şəkildə çalışmaq tələb olunur. İnsan davamlı olaraq, yəni niyyətini yoxlamalıdır. Hər dəfə hər hansı bir əmələ yönəlmək istədiyi zaman, yəni sual verməlidir ki, nə üçün edirəm, nə üçün gedirəm, nə üçün filan əməl edirəm. Yəni o nə üçün sualını vermək, sonra insanın niyyətinin düzəlməsinə səbəb ola bilər. Görsə ki, niyyət başqadır, məqsədlər başqadır, Allah üçün olmadıqca insan addım atmamalı. Necə ki, Fudayl ibn İyad rahimehullah deyir ki, yəni kim bir iş haqqında düşünərsə dayansın. İn kənə lillahi amdah. Əgər Allah üçündürsə yerinə yetirsin. Yox, Allah üçün deyilsə niyyətini düzəltsin. Və ona görə insanın hər etmək istədiyi iş birincisi xeyirli olmaya bilir. Və hər xeyirli olan iş də Allah üçün olmaya bilər. Və buna görə də insan sual verməlidir ki, onu o əməli yerinə yetirməyə sövq edən, yönəldən nədir? Allah rızası yoxsa başqa məqsəddir? Əgər Allah rızası deyilsə, onu tərk etməlidir, niyyətini düzəldənədək. Deməli, bu onu bildirir ki, çətindir. Çətin olması da bizdən çox çalışmağı, davamlı olaraq ölənə qədər insan çalışmalıdır. Deməsin ki, bir dəfə çalışdım, alınmır və yaxud da bir dəfə çalışmaqla da bu düzəlmir. Yəni, davamlı olaraq çalışmalıdır. Və mümkün olmasını isə hardan bilir? Mümkündür. Allah Teala'nın əmr etməsindən. Allah Teala buyurur ki: "Və mə umiru illə liya'budullaha muxlisina lehu'd-din." Yəni insanlara əmr olunub ki, dini yalnız Allaha aid edərək ibadət etsinlər. Ələ lillahi'd-dinul xalis. Xalis din Allaha aiddir. Xalis din, təmiz, xalis. Fa'budillaha muxlisan lehu'd-din. Başqa ayədə buyurur ki, dini yalnız Allaha aid edərək ibadət elə. Yəni Allah Teala istəyir ki, bizim etdiyimiz ibadətlər xalis olsun, təmiz olsun, ora heç nə qarışmasın. Necə ki, alimlər Nəhl surəsində keçən ayəni dəlil gətirir misal olaraq: "Və innə lekum fil en'ami le'ibrah." Həqiqətən mal-qarda sizin üçün bir ibrət vardır. "Nusqikum mimma fi butunihi min beyni farthin və damin labanan xalisan sa'igan liş-şaribin." Yəni biz sizə o mal-qaradan süd içiririk və süd ifrazatla qanın içərisindən çıxır. Amma necə çıxır? Xalisan, tərtəmiz çıxır. Yəni sən o süddə nə qanın rəngini, nə də ifrazatın qoxusunu duya bilərsən. Yəni necə ki o tərtəmiz çıxır, xalis və Allah Teala istəyir ki, bizim etdiyimiz ibadətlər o cür təmiz olsun, qarışıq olmasın. Deməli, ixlas sözü də xalis sözündən götürülüb. Necə ki, südə başqa bir şey qarışarsa, yararsız olduğu kimi, yəni bizim etdiyimiz ibadətlərə də başqa şeylər qarışarsa, görüş, göstəriş, eşitsinlər deyə, başqa niyyətlər olarsa, o ibadət yararsız olur, qəbul olmur. Deməli, ibadət Allah Teala'nın haqqıdır və Allah Teala istəyir ki, oraya heç nə qarışmasın, tərtəmiz olsun.
Və bunu əldə etmək üçün İbn Qayyim rahimehullah qısa qaydalar gətirir. İki qayda olaraq, yəni insanın iki şeyi bilməsi bunu əldə etməsinə səbəbdir. Bildirir ki, insan bilməlidir ki, Allahdan başqa heç kəsin tərifi ona fayda vermir. Yəni insan birinci yaxşı bilməlidir ki, Allahdan başqa heç kəsin tərifində fayda yoxdur. Bu bir. İkincisi bilməlidir ki, Allah Teala'dan başqa heç kəsin məzəmmətində, qınağında zərər yoxdur. Deməli, xeyir, fayda kimin tərifindədir? Allahın tərifində və zərər də Allah Teala'nın qınağındadır. Və bunu biləndən sonra insan çalışmalıdır ki, tək olanı razı salsın və onun qınağından çəkinsin. Və həmçinin deyir ki, tək olanı razı salmaq birincisi də asandır, ikincisi də fayda da elə oradadır. Çoxu razı salmaq mümkün deyil. Yəni insanları razı salmaq mümkün deyil və razı salsam belə nə faydası var? Və ona görə İbn Hazm rahimehullah buyurur ki, əgər sən fikirləşirsənsə ki, insanları özündən razı salacaqsan, deyirsən də çatışmır. Yəni mümkün deyil bu. Lap mümkün olsa, əgər fərz edərək mümkün olsa belə, yəni bir faydası yoxdur. Və İbn Qayyim rahimehullah bu qaydaları hardan çıxardı? Bir hədisdən. Bir bədəvi ərəb gəlir və deyir ki, İnnə həmdi zeynun və dəmmi şeyunun. Yəni mənim tərifim bir bəzəkdir. Yəni mənim təriflədiyim insan ucalır, irəli gedir və mənim pislədiyim insan isə alçalır. Və bunu eşidəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Dəkallahu azze və cəl, yəni o Allah Teala'dır. Yəni Allah Teala'nın təriflədiyi ucalır, Allah Teala'nın qınadığı, pislədiyi alçalır. Yəni məxluqun tərifi ilə kimsə ucalmır və yaxud da pisləməsi ilə kimsə alçalmır. Yəni insanın ucalması Allahın tərifinə görə və alçalması da Allah Teala'nın pisləməsinə, məzəmmətinə görə. İnsan bunu yaxşı bilərsə, çalışacaq Rəbbinin tərifini qazansın və onun qınağından qaçsın. Əgər yer üzərində 7 milyar, 10 milyard insan bir insanı nə qədər pisləsə də, əgər Allah Teala deyirsə ki, o insan yaxşı insandır, 10 milyardın pisləməsinin bir zərəri varmı? Əgər Allah Teala onu tərifləyirsə və yaxud da əksinə, yəni 10 milyard bir insanı tərifləyir, amma Allah Teala yaxşı insan deyil. Demək, 10 milyardın tərifləməsinin və yaxud da like qoymasının da bir mənası yoxdur, faydası yoxdur əgər Allah Teala onu tərifləmirsə. Və sonra da buyurur ki, bundan sonra insan insanlara necə baxmalıdır? Qəbirstanlıq əhli yerində baxmalıdır. Qəbirstanlıq əhli yerində. Deyirsən, kiminsə qəbirstanlığa gedərək, qəbrin yanında özünü qəbir sahibinə göstərmək üçün əməl etdiyini görmürsənmi? Yəni, belə bir şey yoxdur. Niyə görə? Çünki o insan bilir ki, yəni o ölüdür, onda nə fayda var, nə də zərər var. Yəni, İbn Qayyim rahimehullah deyir ki, eynisini də insanlara baxmalıdır. Çünki insanlar da əslində ölü sayılır və Quranda da yəni fərqli keçir. Var, ruh bədəndən çıxan ölülər, onların adı meytundur. Və ruh bədəndə olan ölülərin adı isə meyyitdir. Meyyit, şəddəli formada gəlir. Allah Teala buyurur Zümər surəsində İnnəkə meyyitun və innəhum meyyitun. Sən də meyyitsən, onlar da meyyitdirlər. Yəni meyyit sözünün mənası öləcəksən, öləcəklər. Yəni bir kəs ki ölümə məhkumdur, onun adı nədir? Meyyitdir. Diri olan isə Allah Teala'dır. Deyir, biz hər birimiz ölülərin evladları və hər birimiz də öləcəyik. Kullu mə alət turabi turabu, torpağın üzərində hər bir şey torpaqdır. Və Allah Teala da buyurur ki, minhə xalaqnakum və fiyhə nu'idukum və minhə nuxricukum taratan uxra. Sizi torpaqdan yaratdıq, torpağa qaytaracaq və bir daha da oradan çıxaracaq. Və buna görə bu iki qaydanı insan yaxşı bilərsə,
yəni riyanı dəf etməsinə və həmçinin ixlası əldə etməsinə səbəb olur. Yəni baxmayaraq ki, çətin olan məsələlər müəyyən şeyləri biləndə asanlaşmasına səbəb olur. Ona görə çox şeyin əvvəli elmdir. Bəlkə də ümumən bilinən bir şeydir, amma bunu həqiqi olaraq insan bilərsə ki, fayda Allahın tərifindədir və zərər Allahın qınağındadır, onda o insan əgər bunu bilirsə, sözsüz ki, Allahın tərifini qazanmağa çalışacaq, Rəbbinin rızasını və həmçinin onun qınağından qaçmağa çalışacaqdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də bu barədə buyurur ki, Allah Teala belə buyurmuşdur: Ənə əğnə şürakəy ani şirk. Mən şəriklərin şirkə ehtiyacı olmayanıyam. Mən amilə əmələn əşrəkə fihi mə'i qeyri tərəqdu və şirkə. Yəni, kim bir əməl edərsə, o əməldə başqasını mənə şərik qoşarsa, mən onu şərik qoşduğuna tərk edərəm. Şərik qoşduğu ilə başlı başına buraxaram. Yəni, Allah Teala əməllərdən yalnız özü üçün, xalis özü üçün olanı qəbul edir. Çünki ixlas hər bir əməldə şərtdir. Yəni, o əməl ki, Allah Teala savab gözləyir insan, Allahın rızasını qazanmaq üçün edir. Yəni, insanlardan sağ ol, təşəkkür, mükafat gözləmir və yaxud da insanların yanında müəyyən bir dərəcəyə çatmaq və yaxud da insanların sevgisini qazanmaq məqsədi ilə bunu etmir və yaxud da insanlardan mal əldə etmək üçün etmir. Yəni, bunda məqsədi yalnız Allah qatında mükafat, əcir, savab əldə etmək və Allahın rızasını qazanmaqdır. Və buna görə də insan tövhidinə həris olmalı və nə qədər insan tövhidini gerçəkləşdirirsə və bir o qədər də qeyd olunduğu kimi Allahın rəhmətini qazanır bununla. Və həmçinin tövhidin fəzilətləri, digər fəzilətləri də vardır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hüreyrə radiyallahu anh'a gələn hədisdə deyir ki, Əsədun nəsi bi şəfaəti yevməl qiyamə mən qalə la ilahə illallah xalisən min qalbi. Yəni, qiyamət günü mənim şəfaətimə ən yaxın olan, nail olanlar və yaxud da bununla xoşbəxt olan kimsələr la ilahə illallah kəlməsini xalis qəlbdən deyən kimsələrdir. Və həmçinin digər hədisdə yenə buyurur ki, Mə min əhədin yəşhədu ən la ilahə illallah və ennə Muhammedən Rasulullah sıdqan min qalbihi illə hərrəməhullah alən-nar. Yəni, kim şəhadət gətirərsə Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və Muhammed sallallahu aleyhi və səlləm onun rasuludur, sadiq qəlbdən, sirq ürəkdən bunu deyərsə, Allah Teala cəhənnəmi ona haram edər. Demək, yəqin üzərində bu kəlməni söyləyərsə və sonra gerçəkləşdirərsə. Və həmçinin digər hədisdə yenə buyurur ki, Əşhədu ən la ilahə illallah və ənni Rasulullah la yəlqallaha bihimə abdun qeyrə şəkkin fihimə illə dəxaləl cənnə. Yəni, şəhadət verirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, mən Allahın Rasuluyam. Yəni, kim bu iki şəhadətlə heç bir şək etmədən Allaha qovuşarsa, cənnətə daxil olar. Həqiqətən bu kəlmə çox əzəmətli bir kəlmədir və insan bunu deyib əməlində göstərərsə, yəni gerçəkləşdirərsə, yəni bu mükafatı insan əldə edir və buna görə də insan Allahdan qeyrisinə ibadət etməkdən, qurban kəsmək və yaxud digər şirkin növlərinə düşməkdən qorunmalıdır. Və yaxud da evliyalara qurban kəsməsi olsun və yaxud digər hər hansı bir şirkin növüdür. Bunlardan uzaq olmalıdır ki, tövhidinə xələl gətirməsin. Allah Teala buyurur: "Qul inna salati və nusuki və mahyaya və mamati lillahi rabbil alamin, la şərikə lehu və bizalika umirtu və ana awwalul muslimin." De ki, mənim namazım da, qurbanım, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şərik yoxdur və mənə bu əmr olunmuşdur və mən müsəlmanların ilkiyəm. Həmçinin insan Allahdan qeyrisindən yardım istəməkdən, dua etməkdən çəkinməlidir. Yəni, neçə insanlar artıq qəlbləri sərtləşib, öz ehtiyaclarını evliyalara, məxluqa yönəldir, peyğəmbərlərə yönəldirlər. Onlardan mədəd, yardım istəyirlər, evlad istəyirlər, ruzi istəyirlər, yağışın yağmasını istəyirlər. Yəni, həqiqətən bu təhlükəli bir
günah sayılır. Yəni məxluqu Allaha bərabər tutmaq. Allah Teala buyurur ki: "Qul afara'aytum ma ted'un min dunillah." De ki, nə deyirsiniz? Sizin Allah'tan qeyri çağırdıqlarınız. İn aradaniyallahu bi durrin. Əgər Allah Teala mənə bir zərər toxundurmaq istəsə, həl hunne kəşifatu durri. Yəni o sizin çağırdıqlarınız o zərəri aça bilər, qaldıra bilərmi? Av aradani bir rahmetin həl hunne mumsikatu rahmeti. Və yaxud Allah Teala mənə öz rəhmətini toxundurmaq istəsə, yəni onlar Allahın rəhmətini saxlaya bilərmi? Qul hasbiyallah aleyhi yetevekkelul mutavakkilun. De ki, Allah mənə yetər, təvəkkül edənlər yalnız ona təvəkkül edirlər. Deməli, insan Allahın rəhmətini əldə edir tövhidi gerçəkləşdirməklə, şirkdən, küfürdən uzaq olmaqla. Yəni Allah Teala şirki və küfrü bağışlamır. Bundan aşağı olan günahlar isə Allahın istəyi altındadır. Yəni istədiyinə bağışlayır. Və Allah Teala'nın yəni rəhmətindəndir ki, qulları üçün çoxlu rəhmət qapılarını açmışdır. Və buna görə də insan tövhidi gerçəkləşdirməklə Allahın rəhmətini əldə edənlərdən olur. Və bir hədisdə də gəlir, Abdullah ibn Amr ibn As radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Yücəu bir raculun min ümmeti yevməl qiyamə." Qiyamət günü ümmətimdən yəni bir kişi gətiriləcək insanların qarşısında. "Feyunşaru lehu 99 sicillə minəs-seyyiat." Yəni onun 99 sicil, yəni əməl dəftəri açılacaqdır və hər biri də gözün gördüyü məsafə qədər böyüklükdə, uzunluqda və günahlar. Feyəqullahu lehu həl zalamaka kətəbəti əl-hafizun. Allah Teala deyəcəkdir ki, ona mənim o gözətçi mələklərim, o yazanlar sənə zülm ediblərmi? Deyəcək, xeyr ey Rəbbim. Feyəqul həlləkə min həsənə və deyəcək, bəs sənin bir həsənətin, yaxşı əməlin varmı? Deyəcək, yox. Və Allah Teala deyəcək, bəli, innə ləkə indənə həsənə, sənin bizim yanımızda bir həsənətin, yaxşı əməlin var. Və innəhu la zulmə aleykəl yevm, və bugün sənə heç bir zülm olmayacaqdır. Və tərəzi gətiriləcək. Qalə Rabbi feyuxricullahu lehu bitaqa fiha la ilahe illallah. Və Allah Teala onun üçün la ilahe illallah yazılan kağız bir çıxardacaq. Qaləhər racul muxlisan lillah muhibben lillah. Yəni o insan o kəlməni ixlasla və Allahı sevdiyi halda demişdir o kəlməni. Və o deyəcəkdir, ya Rab, və mə hədil bitaqa fi hədis sicillət. Yəni bu la ilahe illallah kəlməsi olan bu kağız, bu qəddər 99 əməl dəftər, günahlarla dolu sicillin qarşısında nə edə bilər? Və hər biri də gözün gördüyü məsafə qədər böyüklükdə. Və Allah Teala deyəcək, bugün sənə zülüm yoxdur. Və o qədər sicil, yəni əməl dəftəri tərəzinin bir gözünə və la ilahe illallah isə o bir gözünə qoyulacaqdır. Və la ilahe illallah olan gözü ağır gələcəkdir. Yəni tövhid kəlməsi. Yəni tövhid kəlməsi ilə yanaşı heç bir şey ağır gələ bilməz. Nə qədər ki insan o kəlməni ixlaslı şəkildə və dinini qoruyaraq, İslamın dayaqlarını qoruyaraq, imanın dayaqlarını qoruyaraq deyibsə və Allah Teala onun tövhidinə görə və imanı səbəbi ilə ona ikram edəcəkdir. Və həmçin digər Allah Teala'nın rəhmətini qazanmaq üçün əməllər də vardır. Hələlik bununla kifayətlənir və onların içərisində isə qeyd olunduğu kimi ən əzəmətli olan la ilahe illallah kəlməsini gerçəkləşdirmək, doğrultmaqdır. Və sallallahu aleyhi nəbinə Muhammed və alə alihi və sahbihi və səlləm.